Bizi aldatmaq mümkündür ki. Düşmən sülhün tərəfdarıdır. Bir balaca göz açar, insan gözün açar, görə ki, hələ Qəzzə əhlinin başına tökülən bombalar hələ Amerikan bombaları idi. Bu Amerika ki, və onun prezidenti ki, sülhdən danışır, dünyada özün sülhün bərpa edicisi kimi tanıtdırır ki, mən sülh sevərəm, mən filan yerdə sülh. Xeyr. Dünya tanıyır, bilir ki, Amerika və onun tərəfdarları həmişə qan töküblər, dünyada sülhü pozublar. Bunu həmişə tarixən görmüşük biz. Və indi görürsünüz, Əfqanistan-Pakistan arasında başlayıbdır. Şübhəsiz Amerikanın orada rolu var. Şübhə yoxdur bunda. Dünyada harda qan tökülürsə, müharibə baş verirsə, bu hegemon dövlətlərin orada ya bilavasitə iştirakı var, ya dolayı yollarla. Siz sülh sevər dörsüz. Siz haçan dünyada sülh yaradmışsınız? Siz əksinə, siz atom bombası atan dövlətlərsiniz. Siz qan tökən dövlətsiniz. Siz daim müharibələr yaradan dövlətlərsiniz. Məxsusən bu hadisədə açıq-aşkar İsraili siz yaradmışsınız həmin məntəqədə və açıq-aşkar sizin silahlarınız, bombalarınız tökülürdü o məzlum xalqın başına.